Salam hər kəsə, salam mənim gözəl xanımlarım, mənim izləyicilərim. Bugünkü maska jelatin və kətan toxumu jelesinin maskası olacaq. Kollajen effekti verən, üzdə qırışları açan, üzü hamarlayan möhtəşəm bir maskadır. Deməli, götürürük bir xörək qaşığı jelatin. Baxın, necə möhtəşəm bir jele alınır jelatindən. Əlavə edirik bir qabın içinə bir xörək qaşığı jelatin və baxın, jelatin budur. Marketlərdən əldə edə bilərsiniz. Hardasa 1 manat civarındadır. Bir xörək qaşığı əlavə edirsiniz bir qabın içinə və isti su. İsti su əlavə edirsiniz, qoyursunuz bir kənara, 10-15 dəqiqə qalır, şişir. Baxın, belə bir jelatin alınır. Və öncədən hazırladığım kətan toxumunun jelesi. Kətan toxumunun jelesi bilirsiniz ki, 2 xörək qaşığı kətanın üstünə əlavə edirsiniz. Hardasa bir yarım stəkan qaynar su qalır, gecədən qalır. Öz jelesini buraxır. Baxın, jelatin. Kətan toxumunun jelesi. Görürsünüz, necə möhtəşəm. Əlavə edirsiniz bu jelatinin üstünə hardasa 3 qaşıq, 3 çay qaşığı, 4 çay qaşığı, yəni ki, əlavə edirsiniz. Götürmək də mümkün deyil. Çox çətin götürmək olur qaşıqla. Əlavə edirsiniz jelatinin üstünə bu kətan toxumunun jelesindən. Əlavə edəndən sonra yaxşı-yaxşı qarışdırırsınız. Səbrim çatmır, götürürəm kasanın özünü, əlavə edirəm bu jelatinin üstünə. Yəni ki, görürəm ki, qaşıqla götürmək olmur. Özünü götürüb kasanın əlavə edirəm jelatinin üstünə. Hardasa 1-2 xörək qaşığı əlavə edirik. Əlavə edəndən sonra yaxşı-yaxşı qarışdırırıq. Üzümüzə, təmiz üzümüzə çəkib quruyana kimi saxlayırıq. Quruyandan sonra üstündən bir dəfə də çəkirik. Tam quruyur. İlıq suyla yuyuruq. Həftədə 2 dəfə, 3 dəfə etmək şərti ilə ilıq suyla yuyuruq. Yandan sonra özünüz görəcəksiniz ki, həqiqətən də üzünüz çox möhtəşəm bir effekt yaranıb üzünüzdə bu maskadan sonra. Belə gözəl xanımlar, hələlik.